Sahib Elşad bilir, mən qədim əşyalarda edirəm, kolleksionerim. Elşad görüb mənim kolleksiyamı. Bu da qədim bir saatdır mənim kolleksiyamda. Cib saatıdır. Və bu saatın çox maraqlı bir tarixçəsi var. Bu saatın yiyəsi qədim dövrdə, təxminən 150 il bundan qabaq bir mağazası var idi o adamın, antikvar mağazası. Özü də o mağazada yaşayırdı. Əşyaları da oradaydı, kolleksiyaları da oradaydı. Bir dəfə bədbəxt bir hadisə oldu. Bütün dükkan yanır, bütün mağaza, içəridəki hər şey. Həmin saatın sahibi də orada həlak olur o yanğında. Bir dənə bu saat sağ qalır. Və bu saatda da maraqlı bir şey var. Saatı nə qədər usta yanına aparır o, heç kim düzəltə bilmir. Saat elə bir saatda xarab olub, dayanıb həmin vaxtda. Heç cür bunu düzəltmək mümkün deyil. Səncə saat neçədə dayanıbdır? 12'də. 12 tamamda. 12'ye qalmış 12 dəqiqə. 12'ye qalmış 12 dəqiqə. Mən səndən indi bir şey xahiş edəcəm. Ay buradadır. Götür bunu. Bax görürsən burada hazır sferulat var. Və burada bir dənə də qələm var. Zəhmət olmasa o 12'ye qalmış 12 dəqiqəni orada qeyd elə. Nətər yazın? Sadə yazı ilə çək. 12'ye qalmış 12 dəqiqə. Hə, çək ora. 12'ye qalmış 12 dəqiqə. O biraz balaca, açsa bax 12 odur. 12 dəqiqə qalmış da buradadır. Burada 2 dəqiqə ondan tezdir də, hə. belə. Açsa o. Düzdür? 12 dəqiqə qaldı. Hə. 12 dəqiqə qalıb da. Elə bir şey 12 dəqiqə qaldı. Və sən niyə qərara gəlirsən ki, 12'ye 12 dəqiqə qalmış olub hadisə? Axı sən saatı da görməmisən, hadisəni də birinci dəfə eşidirsən. Mən elə istəyirəm ki, o çətin çıxsın, oradan çıxmasın, ona görə. Aç zəhmət olmasa saatı. Tərəf. Knopkasını basın üstə. Eyni orada yaxşı. 12'ye qalıb 12 dəqiqə. Ay bilə. Hadisədən xəbər olmayalım. Cinayət yerində yaxalandı. Taparsan o mağazanı yandıran adam. Ay bilə. Bu